Övladı məktəbə gedəcək valideynlərin nəzərinə. Sabah məktəbə hazırlıq qrupları üçün məktəb seçimi başlayır. Valideynlər üçün vacib məlumat. 2026-2027-ci tədris ili üzrə məktəbə hazırlıq qruplarına qəbul prosesi ilə bağlı növbəti mühüm mərhələ başlayır. Sabahdan etibarən valideynlər övladları üçün məktəb seçimini həyata keçirə biləcəklər. Məktəbə qədər və ümumi təhsil üzrə Dövlət Agentliyinin yaydığı rəsmi məlumata əsasən, məktəb seçimi mərhələsi müxtəlif bölgələr və tədris dilləri üzrə fərqli vaxtlarda açılacaq. Dəyərli TV xəbər verir ki, məlumata görə 21 iyul saat 11:00-dan etibarən Bakı şəhəri istisna olmaqla Azərbaycanın digər şəhər və rayonlarında yaşayan valideynlər məktəb seçimini həyata keçirə bilərlər. Bakı şəhərində yaşayan valideynlər üçün məktəb seçimi həmin gün saat 15:00-da başlayacaq. Tədrisin digər dillərdə aparıldığı bölmələr üzrə seçim prosesi isə 22 iyul saat 11:00-dan etibarən aktiv olacaq. Qeyd edək ki, məktəbə hazırlıq qruplarına qeydiyyat prosesi artıq 10 iyul tarixindən başlayıb və hazırda davam edir. Lakin qeydiyyatla yanaşı məktəb seçimi də vacib mərhələlərdən biridir. Valideynlər qeydiyyat tamamlandıqdan sonra sistem üzərindən övladları üçün uyğun məktəbi seçməlidirlər. Bütün müraciətlər elektron qaydada mektəbeqabul.edu.az portalı vasitəsilə həyata keçirilir. Portal vasitəsilə qeydiyyat və məktəb seçimi prosesi sadə şəkildə icra olunur. Qeydiyyat müddəti 14 sentyabr saat 18:00-dək davam edəcək. Bu səbəbdən valideynlərə tövsiyə olunur ki, son günləri gözləmədən müraciətlərini vaxtında tamamlasınlar. Məktəbə hazırlıq qruplarına yalnız 2021-ci il təvəllüdlü uşaqlar qəbul olunur. Yəni, cari il ərzində 5 yaşı tamam olan uşaqlar məktəbə hazırlıq qruplarına yazıla bilərlər. Yaş meyarına uyğun olmayan uşaqların qeydiyyatı mümkün deyil. Bu tələb ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrinə şamil edilir. Məktəbə hazırlıq qrupları uşaqların məktəb həyatına uyğunlaşması baxımından mühüm rol oynayır. Bu mərhələdə uşaqlar oxu və yazıya ilkin hazırlıq keçirlər. Müəllimlə işləmək bacarığı formalaşdırırlar, kollektivə uyğunlaşır, sosial və ünsiyyət bacarıqlarını inkişaf etdirirlər. Mütəxəssislər hesab edirlər ki, məktəbə hazırlıq mərhələsini keçən uşaqlar 1-ci sinifə daha hazırlıqlı başlayırlar. Eyni zamanda 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin 1-ci siniflərinə şagird qəbulu da davam edir. Rəsmi məlumatlara əsasən 1-ci sinifə elektron qəbul prosesi 6 may 2026-cı il tarixindən etibarən başlanılıb. Qəbul yenə də mektəbeqabul.edu.az portalı vasitəsilə həyata keçirilir və Azərbaycanın bütün şəhər və rayonlarını əhatə edir. Bu il Azərbaycan bölməsi üzrə təxminən 81 min uşaq məktəbə hazırlıq qruplarından avtomatik şəkildə 1-ci sinifə keçirilib. Bu, məktəbə hazırlıq proqramının təhsil sistemində nə qədər əhəmiyyətli yer tutduğunu göstərən əsas göstəricilərdən biridir. Valideynlərin diqqət yetirməli olduğu vacib məsələlərdən biri də uşağın şəxsiyyət vəsiqəsinin olmasıdır. 1-ci sinifə elektron qeydiyyat zamanı uşağın şəxsiyyət vəsiqəsi mütləq tələb olunur. Buna görə də sənədi olmayan valideynlər əvvəlcədən aidiyyəti qurumlara müraciət edərək bu məsələni həll etməlidirlər. Elektron qəbul sistemi valideynlərə növbə gözləmədən, əlavə vaxt itirmədən və tam şəffaf şəkildə qeydiyyat aparmaq imkanı yaradır. Sistem vasitəsilə məktəblər seçilir, müraciətlərin vəziyyəti izlənilir və bütün proses onlayn formada həyata keçirilir. Bir daha xatırladaq ki, rayon və şəhərlər üzrə məktəb seçimi 21 iyul saat 11:00-da, Bakı şəhəri üzrə saat 15:00-da, digər dillərdə tədris aparılan bölmələr üzrə isə 22 iyul saat 11:00-da başlayacaq. Məktəbə hazırlıq qruplarına qeydiyyat 14 sentyabr saat 18:00-dək davam edəcək və qəbul yalnız 2021-ci il təvəllüdlü uşaqlara əhatə edir. Əgər övladınız bu il məktəbə hazırlıq qrupuna və ya 1-ci sinifə qəbul olunacaqsa, qeydiyyat tarixlərini diqqətdə saxlayın və bütün prosedurları vaxtında tamamlayın. Bu, övladınızın yeni tədris ilinə problemsiz və rahat şəkildə başlamasına kömək edəcək.